Ölülərin qonağı. Ölülərə qonaq getmişdim. Böyük, tərtəmiz sərdabə idi və içində bir neçə tabut olsa da yeri çox qalmış. Yığışdırılmamış çarpayıya bənzəyirdi. Sanki kimsə yenicə yataqdan qalxıb getmişdi. Bir qədər kənarda yazı masası vardı və onun arxasında da cüssəli bir kişi oturmuşdu. Sağ əlində qələm tutmuşdu, sanki yenicə olmuşdu, sol əli ilə döş cibindəki saatın zəncirini oynadırdı. Başını da masaya tərəf əymişdi. Qulluqçu qız oranı süpürürdü, halbuki süpürüləsi heç nə yox idi. Onun sifətini gizlədən yaylığın ucunu qaldırdım, üzünü indi görə bildim. Nə vaxtsa tanıdığım yəhudi qızı idi. Dümağ, köpbuş yanaqları, yumru, qara gözləri vardı. Arvada oxşadan yaylığın arxasından üzümə baxıb güləndə soruşdum. Burada məshəkə çıxarırsınız? Bəli, dedi. Məshəkə kimi bir şeydir, elə gördüyün kimidir. Ged ona salam ver, buranın ağası odur. Nə qədər ki onunla salamlaşmamısan, səninlə danışmağa ixtiyarım yoxdur. Axı o kimdir, deyə yavaşdan soruşdum. Fransalı zadəgandı, adı Aytondu. O, bura necə gəlib çıxıb? Bilmirəm, dedi. Burada hər şey bir-birinə qarışıb. Kimsə gəlib qayda yaratmalıdır, onu gözləyirik. Yox, dedim. Çox yaxşı, eləcə kişinin yanına get. Ona tərəf gedib baş əydim. Başını qaldırmadığı üçün yalnız dağınıq saçlarını görə bilirdim. Axşamınız xeyir, dedi. Masanın kənarı ilə balaca bir pişik dövrə vururdu. Sanki kişinin qoynundan ora düşmüşdü və oraya da qayıdıb yoxa çıxdı. Ola bilsin kişi bayaqdan saatın zəncirinə deyil, masanın altına baxırmış. Qız pencəyin ətəyindən dartaraq pıçıldadı. Bu kifayətdir. Sevinərək qıza tərəf döndüm və əl-ələ verib sərdabədə gəzməyə başladıq. Süpürgə mənə mane olurdu. Bu süpürgəni at getsin, dedim. Yəmi qoy qalsın. Görmürsən ki, buranı süpürmək çətin deyil. Əksinə, bəzi üstünlükləri var, ondan əl çəkə bilmərəm. Yeri gəlmişkən burada qalacaqsan, deyə söhbəti dəyişmək istəyir. Xatirinə məmnuniyyətlə qalaram, deyə uzada cavab verdim. Sevgililər kimi bir-birimizə sığına gedirdik. Qal, dedi. Səndən ötürü yaman darıxmışam. Bəlkə də qorxursan, da pis deyil. Axı burada olanların bizə nə dəxli? Bir anlığa sustuq. İndi əllərimizi buraxıb qucaqlaşmışdıq. Əsas yolla irəliləyirdik. Sağ-sol olmasa da uzun idi. İçəri qaranlıq olsa da görmək olurdu. Sanki şər qarışmışdı, ancaq biz yan-yörəmizi seçə bilirdik. Qəflətən dilləndi. Gəl, sənə tabutumu göstərəcəyəm, dedim. Sən ki, ölməmisən. Elədir, dedi. Ancaq həqiqət naminə deməliyəm ki, oraları yaxşı tanımıram, ona görə də sənin gəlişinə çox sevindim. Bu dəqiqə hər şeyi məndən yaxşı görürsən. Ancaq bütün bunlara baxmayaraq mənim tabutum var. Sağ tərəfə döndük. Ayrı bir yolla yenə də cərgə düzülmüş tabutların arası ilə irəlilədik. Nə vaxtsa görmüş olduğum şərab zirzəmisini xatırlatdı. Yolda kiçik, eni heç 1 metrə çatmayan, ancaq iti axan bir çaya da rast gəldik. Axırda qızın tabutuna çatdıq. İçinə girib şəhadət barmağı ilə mənə işarə eləsə də, əslində baxışları ilə yanına apardı. Qəşəng qız, deyə yastığı onun başının altından götürdüm. Əlimi yumşaq saçlarının altına qoydum. Sənin yanında qalan. Bu sərdabədə bir nəfərlə söhbət eləməliyəm. Bəlkə onu tapmaqda mənə kömək eləyəsən. Onunla söhbət eləməlisən? Axı burada heç nəyə məcburiyyət yoxdur. Elə bilirsən buradan çıxıb gedə biləcəksən? Əlbəttə. Onda əbəs yerə vaxt itirmə. Deyərək yastığın altında nəsə axtarmağa başladı və oradan bir köynək çıxardı. Bu mənim əcəb, dedi və onu mənə tərəf uzatdı. Ancaq hələ geyməmişəm. NAR təhsil və elmə, mədəniyyət və maariflənmənin təbliğinə hər zaman xüsusi önəm verib.